istəyirəm ki, əziz dəyərli nömrə 1 Baboş, xanımlar arasında nömrə 1 yayıncı xanım Ləman xanım və biz iki sizə bildirmək istəyirik ki, yerimizi tapdığımıza göre sevindim Azərbaycan. Aha. onu zaman göstərər. Sizdeki ha. Bir dəqiqə üzr istəyirəm. Aha, üzürü düşmən olsun. Hörmətli nömrə 1 Baboş və hörmətli xanımlar arasında yayıncı nömrə 1 Ləman xanım Bəli. və hamıdan çox sevilən Tima bəy. Bəli, sıfırlıqda. Bəli. Bildirmək istəyirəm ki, bu günləri Gülsüm xanımın valideyni zəng eləyərək öz övladına bildirmişdir ki, sən dörtlüdə olmayasın. Səbəb anlaşılmazlıq, dəfələrlə mübahisə gördüyü üçün valideyn olaraq istəmir valideyn olaraq və Gülsüm ana sözünə qulaq asaraq bu dörtlüdən qırağa çəkmişdir. Deyirəm ki, Gülsüm yoxdur dörtlüdə. Başa düşürsünüz, yoxdur. Yaman pis olmuşsunuz. Qoy vəziyyəti dəyişim. Başa düşdüm. Heç sevinmirsiniz. Qoy bir dənə vəziyyəti dəyişim. Ben deyim de o bugün Bildiyiniz kimi, hörmətli Baboş, ben açıqlama verəcəm o bugün niyə gəlmədi. Yaxşı ki, kişini bilsə gəlmədi. Məsələn, onsuz da Xüsusən Ləman. Bıraxmayıb. Çünki Gülsüm gəlsəydi mən gedəcəkdim. nə oldu, nə gördü? Baboş nə gördü? Bir də ürəyimdə qalmasın. Bilirəm, hamımız pis olmuşuq. Ən çox Baboş pis olub. Kövrəlir artıq. Bəli, həqiqətən də zarafatı qoyuram bir qırağa. Allah hamd olsun, anası istəmir gəlsin, mübahisələr görür. Çox xahiş edirəm. O tərəfdə danışıq eləməyəcək, bizə də yaraşmaz danışaq. Açıqlama Ləman verirsə, buyursun versin. Mən nə açıqlama verəcəm ki? Nəsə deyirdin, nəsə Mən deyirdin. boşanmış qadınam, mən söz düşmür danışmaq. Və sağ olsun, çox sağ olsun ki, əslində Ləman başqa cür gələcəkdi. Amma sonradan bildirdi ki, lazım deyil, başqa söhbət eləmək istəmirəm. Mən görmürəmsə onu, başqa sözdə demərəm. Beləliklə, elan eləyirəm, Gülsüm artıq dörtlüdə yoxdur. Səbəb valideynidir, valideyni istəmir, özü də istəmir. Hətta mən demişdim bir gündən bir Tima ilə yerinizi dəyişərsiniz. O da dedi ki, mən ya bir dəfəlik oturum, ya da istəmirəm. İndi qismət belə oldu ki, uzaqlaşdı. Allah onun yolunu açıq eləsin, ruhsun, bol eləsin. Pis qız deyil, indi anlaşılmazlıq olur. Mən pis deyə bilmərəm, heç kim də burada ona pis demir. Olur da indi yola getmək var. Vallahi biz bir-birimizə ən yaxınlıyıq, heç yola getmirik. Bütün gün bir-birimizi qırırıq. Bizlə yola getmək olmur. Biz özümüz bir-birimizi qırırıq. Yaxşı ki, öyrəşmişik biz bir-birimizə. İki saatdan sonra bəs olur da barışırıq. Amma hamı ürəyi təmizdir. Bu dörtlü çox yaxşı dörtlü olamağı mən belə gözləyirəm, kommentlərdən də görürəm. Özümə də maraqlıdır, vallah. Baboşun özünə də maraqlı, Ləmanın özünə də olur. Aqressiyamız da olur, zarafatımız da olur. Amma ədavətli prinsipimiz də var, deyin biləsiniz. Buyur Ləman xanım. Deyirdin sakı qoyur da. Heç nə, mən fərqi yoxdur əslində, iştimanda. Bir şey onu görəndə ev yox. Yəni ki, mən fərqi yoxdur bu dörtlüdə kim olur olsun. Əsas odur mənim də Baboş olsun, Baboşsa da mən. Zaten mən bugün uzaqlaşacaqdım. Mən uzaqlaşsam Baboş da uzaqlaşacaqdı mənimlə bir yerdə zaten. Səbəbimi də, argumentimi də gətirirəm niyə? Dünən canlı yayımda deyilmişdi ki, mən niyə çıxıram, Baboşla Ləman çıxsın. Bir ona görə. İkincisi, Baboşla Ləman amma dünənlərim canlıda çıxırsa da dedi ki, çıxmasın, qalsın.
Üçüncüsü, mən o boşanmış qadınların adından danışmıram, öz adımdan danışıram. Mən boşanmışam deyə kimsə mən boşanmağımı başıma vurub məni alçalda bilməz. Qız xeylağıdır deyə artıq sözlər danışmıram. Mən danışsam, yaxşı sözlər danışmaram. Bağlı ya. O Ona görə də çox. sadəcə bir kəlmə deyirəm ki, valla mən boşansam da min şükür Allahıma. Yəni bilənlər bilir. Artıq söz danışmaq istəmirəm. Zaten çoxu mənə çatanda nəyəsə gəlir, eybi yox. Və dəfələrlə Məncə böyük danışmaq lazım deyil. Zamanla bilmək olmaz. Kimin axırı və hərə. dəfələrlə boşanıb qayıdıb gedən Qız bacımız ərə getdi. Değil mi kızlar? Minnoşlarım kız. İnşallah canımız qutarar. Hə, dəfələrlə boşanmış baboş, buyur. Sən bu barədə nə deyə bilərsən? Yəni cəza nə? Mənim nə işim demək Ay, olar? Abdül, Aydırım. Heyk haqqına keçdik. Cəza nədir? Hə? Valla buradan çatdırmaq istəyirəm bəzilərinə. Boşanmaq heç bir qızın öz istəyi ilə olmur. Heç Yenə bir narkozlu qızın. gəlmişsən, Allahın elə yazdığı çıxmayıb talih canından. qismətdir. Heç bir qadını arzulamıram, amma qadınları heç vaxt oradan Nə vurmuyor. məsələdir? Yersən Çox yaman böyük yaşayırsan. Dərman edir. Yəni ay Dərman boşanmış eləyir. Nə vaxt halı ilə, qurtarır bu nə dərman? bilim nə halı ilə, filan halı ilə, bəsdən Hə. halı ilə. Yəni ki bunlar əksəriyyəti Şirin də, qız şirin. uşağıdır, boşanmışdan artıqdır. Olmadı ki. İndi aylaşaq, İndi özünə gəlişim. boşanmışlar. Paylaşacaqsan. maşallah. Bir 50 vur istəyirsən. Elə qız uşağından da Ərəblik qalmış. çıxır. Və bildirmək istəyirik ki, Və boşanmışlar hipotezamız haqqında varsa danışanda elə başlayaq, müzakirə edək. Boşanmışlar, Cəzam boşanmışlar. var. Boşanmışlar da boşanmışlar. Bir de insan almışlar da. Nəman xanım oyuna keçid alaqda çox xahiş edirəm. Artıq Neyse. oyun barə.